ortamda müzakirələr aparılır. Aha. Daha yeni təşrif yolları verilir. Problem həll yolları, Problem həll etmək kimi bacarıqları formalaşdırır. Doğrudur. Sinetika sözünün mənası nədir? Müxtəlif cinsli əməklərin birləşməsidir. Bəli. Sinetika üsulu necə tətbiq olunur? Necə tətbiq olunur? Orada problemin həll yolları təşrif edilir. Orada o variantları... Şagirdlər əvvəlcə qruplara ayrılır. Bəli, şagird qruplara ayrılır. Sonra bir tərəf problemi irəli sürür. Digəri də o problemin həll yollarını təşrif edir. O yoldan çıxış edir. Bəli. Sonra hər iki tərəf fikirlərini ifadə edirlər. Sonra da o problemin həll yolunu... Həlli üçün qərarlar qəbul edirlər. Qərarlar qəbul edirlər. Deməli, iki qrupa bölünür şagirdlər. Bir qrup problemi irəli sürən tərəf kimi, ikinci qrup isə problemin həll yollarını, təkliflər irəli sürən tərəf kimi çıxış edir. Deməli, problem həll etmə bacarığını formalaşdırır. Eyni zamanda qrupla iş olduğu üçün fikrini hörmət, əsaslandırma bacarır, interpretasiya, fikrin yəni təqlid olunması, dinləmə mədəniyyəti var, yaradıcı təfəkkür formalaşdırır. Yaradıcı yoxsa tənqidi də var orada? Tənqidi də var, tənqidi də var, yaradıcı da var. Yaradıcı da var. Aha, hər üç təfəkkür formasını, hər üç təfəkkürü formalaşdırmış olur. Bəli, tənqidi təfəkkürlü insanlar bilir ki, problem həll etməyi, müzakirələr təşkil etməyi, eyni zamanda problem həll etmək kimi bacarıqları sevirlər. Ona görə də deyirik ki, sinetika üsuludur. Bir də hansı üsuludur ki, sırf deməli problemin həll olunmasına yönəlmişdir. Qərarlar ağacı, hansıydı? Bəli, qərarlar ağacı. Bəli. Qərarlar ağacı. Qərarlar ağacında problemi həll edərkən orada qərarlar verilir. Eləsi buna görə də budur. Aha, problem həll edərkən qərar qəbul etmə bacarığı formalaşır. Təbii ki, müasir dövrümüzdə qərar qəbul etmə bacarığı vacibdir, yəni lazım olan bacarıqlardan biridir. Biz də o bacarıqları, yəni bu qərar qəbul etmə bacarığını formalaşdırmaq üçün hansı üsullardan istifadə edə bilərik? İstifadə edə bilərik qərarlar ağacından, düzdürmü? Sinetkanın özündən istifadə edə bilərik. Daha sonra burada qeyd olunur ki, klasteri tamamlayın. Klasteri tamamlamaq üçün burada yazılanlara diqqət etmək lazımdır. Klasterin sağ hissəsində yazılanlara diqqət etmək lazımdır. Məsəl üçün, burada deyir müxtəlif cinsli elementlərin birləşməsi deməkdir. Düzdür yoxsa səhvdir? Bu mənim sinektiyyətdə düzdür. Düzdür. Deyir, şagirdlərin düşünmə fəaliyyətini qrup şəklində aktivləşdirir. Düzdür. Bəli, düzdür. Düzdür. İndi